Ölüm bağırsaqlardan başlayır. Əgər bağırsaqlarınız düzenli işləmirsə, bu artıq həyəcan siqnalıdır. Çünki biz davamlı şəkildə qəbiz olduğumuz zaman bağırsaqlarda qidalar çürüyür. Bu da köp, sancı verir və qanımızı zəhərləyir. Ona görə də üzümüzdə, bədənimizdə başlayır sızanaqlar çıxmağa. Qəbizlikdən bir dəfəlik qurtulmaq lazımdır. Çünki bəzi preparatlar sadəcə qəbizliyi açır və orqanizmini, yəni bağırsaqları öyrəşdirir. Bu müalicə üsulu deyil. Qəbizliyi necə müalicə etmək lazımdır? Ekrandakı ürəyi qızardın, ətraflı izah edeyim. Sizə lazım olan Sigmanorum kapsuludur. Çünki bu kapsulun tərkibində olan bitki ekstraktları tək qəbizliyi aradan qaldırmır, həm də qəbizliyin səbəbi olan bağırsaq mikroflorasının pozulmasını bərpa edir. Belə ki, siz Sigmanorum kapsulu axşam yatmamışdan öncə bir kapsul atmağınız kifayətdir ki, həm bağırsağınız düzənli çalışsın, həm də qəbizliyinizin müalicəsinə yönəlsin. Ölkənin bütün apteklərində mövcuddur, olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Əgər sizdə bağırsaq keçirilməzliyi kimi ciddi bir problemlər varsa, mütləq həkimə müraciət edin və bu cür faydalı videoların davamı üçün məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər mövzuda, hər zaman sağlam qalasınız.